Xırdalan şəhərinin ən gözəl ərazisində, Heydər Əliyev prospektinə 250-300 metrlik məsafədə, Alpaq yaşayış kompleksinin tam olaraq yaxınlığında, 8 saylı məktəbin tam qarşısında, belə bir geniş küçədə yerləşən 2 mərtəbə, 4 otaqdan ibarət, mərtəbə arası monolit beton olan və bütün kommunal sayğacları tam olaraq qaydasında belə bir 2 mərtəbəli həyət evi təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Bir daha göstərirəm ərazini, görürsünüz necə gözəl, səliqəli, əla bir ərazidə yerləşir. Prospekt yola yaxın, geniş küçəli bir ərazi. Daxil oluruq evimizin həyət hissəsinə. Baxın, qapalı şəkildə belə bir xudmani həyəti var. Rahatlıqla stol-stulunu qoyub otura bilirsən. Qeyd etdiyim kimi, bütün kommunal sayğacları tam olaraq qaydasındadır. Qapalı şəkildə həyət hissəsi. Mərtəbə arası monolit beton. Birinci mərtəbə ümumi olaraq isti döşəmədən ibarətdir. İkinci mərtəbəyə qalxan pilləkənimizdir. Birinci mərtəbədə yerləşir qonaq otağı. Baxın, bu şəkildə belə bir qonaq otağımız, səliqəli, tam olaraq isti pol. İkinci mərtəbədə mətbəximizdir bura. Geniş ölçüdədir, rahatlıqla stol, mətbəx mebeli yığmaq mümkündür. Pəncərələrin qarşısı açıqdır. Birinci mərtəbənin sanuzel qovşağıdır, aksesuarlar quraşdırılıb, döşəmə isti döşəmədir. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbəyə belə bir gözəl pilləkənimizdir. Kollektorumuz burada yerləşir. Qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel qovşağı. Mərtəbə arası monolit beton super bir həyət evidir. Dəyərli izləyicilərim. 3 yataq otağımız. Bu birinci yataq otağı. Burada yerləşir ikinci yataq otağı. Qeyd edim ki, qoşaq daşla tikilib. Dəyərli izləyicilərim. Qalxırıq, eyvana çıxırıq. Eyvandan da birbaşa. Baxın, düz məktəbin qarşısı. Yəni, uşaq evdən çıxdı, 1 dəqiqəyə olur məktəbdə. Çox əla bir ərazidə yerləşir, dəyərli izləyicilərim. Radiatorlar quraşdırılıb hazır vəziyyətdə. Bircə dənə bu evə alırsınız kombi, mətbəx mebeli qoyub köçüb yaşayırsınız. Tam olaraq hazır şəkildədir. Hər bir şey. Qazı, suyu, işığı daimi fasiləsiz olaraq verilir, dəyərli izləyicilərim. Burada digər yataq otağımızdır. Gördüyümüz kimi burada da quraşdırılıb radiator tam olaraq işlək vəziyyətdə. Və ikinci mərtəbənin sanuzel qovşağına baxırıq. Dəyərli izləyicilərim. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.